Salam əziz şagirdlər, əziz balalar. Demək, nömrə 19. Araşdırmalar göstərir ki, yük daşımaq üçün ən çox istifadə olunan çanta növü kürək çantasıdır. Lakin bu cür çantalar mütəmadi istifadə edənlərə çantanın ağırlığına diqqət yetirilməsi tövsiyə olunur. Dolu çantanın kütləsi onu daşıyan insanın kütləsindən 3 dəfə az olmalıdır. Yəni, dolu çanta az olmalıdır. İnsanın kütləsindən 3 dəfə az. Yəni, insan böl 3. Yəni, 3 vurulsun dolu çanta insanın çəkisinə bərabər olur. Təsəvvür edin, sizin kütləniz 54 kiloqram. Yəni, insan 54 kiloqramdır. Boş çanta isə 4 kiloqramdır. İçi boşdur. Ən çoxu neçə kiloqram yük yığa bilərsiniz? Demək, boş çanta ilə bir yerdə yük X. Bu ikisi bir yerdə olur dolu çanta. 3 vurulsun 4 üstə gəlir X. Deməli, bizim yükümüz 54-dən ya bərabər olmalıdır, ya da 54-dən kiçik olmalıdır. 54-dən artıq olmaz. Hər tərəfi 3-ə bölürəm. Elə bir 54-ü bölürəm 3-ə. 18. X kiçik bərabər 18-dən də çıxıram 4-ü. X kiçik bərabər 10-dur və hər tərəfdən 4 də çıxa bilərdik. Deməli, ən çoxu 14 kiloqram. Deməli, X bərabər 14. Ən çoxu 14 kiloqram yük qoya bilərik. Keçək növbətiyə. Ülviyə işdə nahar üçün kredit kartına hər ay 70 manat pul qoyub. Sırf gərək kredit kartı deyələr də, başqa kart desələr olmaz. Naharın qiyməti 4 manat 50 qəpik olarsa, Ülviyənin neçə gündən sonra kitabında 20 manatdan az pul qalacaq. Deməli, bu Allah saxlamış 80 manat pulu qoydu karta. Hər dəfə 4 manat 50 qəpik. 4,5 manat yeməyə pul xərcləyir. Bir dəfəyə nə qədər xərcləyəcək? 4,5 vur 1, 2 dəfəyə 4,5 vur 2, x dəfəyə, yəni bir-birinci dəfə. 4,5 vur x. Və hər dəfə də bu məbləğ 80-dən çıxılır. Neçə gündən sonra kartında pul 20 manatdan az olacaq. Olacaq kiçikdir 20 manat. Bunu həll edək. Hər tərəfdən 20 çıxa və ya 80-ı keçirdə bilərik digər tərəfə. Hər tərəfdən 80 da çıxa bilərik. Çıx 80, çıx 80. 80-dan 80 getdi, qaldı mənfi 4,5 x. 20-dən də 80 çıxıram, eləyir mənfi 60. Hər tərəf bölürük mənfi 4,5-ə böləndə bu işarə dəyişəcək, olacaq böyük. X böyük 60 böl 4,5 mənfiləri getdi. Sonrası məxrəci 10-a vursam işim biraz rahat olur. Olur 600 böl 45. 600 ilə 45-i 15-i ixtisar yaparsam 40, bu da 3. X böyük olur 40 bölü 3. Yəni 13-dan 3-də 1-dən. Neçə gündən sonra 20 manatdan az. 13 gün ərzində 20 manatdan az qalmayacaq. 13-dan 3-də 1-dən böyük. 14 gün artıq 14 gündən sonra, yəni 14-cü gün artıq onun pulu nə olacaq? 20 manatdan az olacaq. M bucaqlının daxili bucaqlarının cəmi 180 dərəcə vur, n çıxılsın 2 düsturuyla hesablanır. 180 dərəcə vur. Çox bucaqlının tərəflərinin sayı ən az neçə olmalıdır ki, daxili bucaqların cəmi 900 dərəcədən böyük olsun. Deməli, böyük olsun 900-dən. Hər tərəfi 180-də bölürəm. Burada 1 qalır, burada qalır 5. N böyük olur, 5 üstə gəlir 2. N böyük olur
7-dən. Deməli 7 olsa, daxili bucaqların cəmi olacaq 900 dərəcə. 180 vur 7 çıx 2. Deməli ən az 8 olmalıdır. 7-dən bir rəqəm yüksək. Keçək indi 22-yə. Turist 4 km/saat sürətlə hərəkətə başladı və düşərgədən 24 km məsafədə yerləşən şəhərə yollandı. Buradan başladı. Məsafə 24 km. 2 saatdan sonra onun ardınca turist çıxdı. 2 saata bu nə qədər getdi? 2 vur 4. 8 km getdi. Nə qədər qaldı burada? 24-dən 8 çıxıram. 16 km qaldı. İndi bu 16 km yol getməlidir. İkinci turist şəhərə yola düşür. Bu birinci turistdir, bu da ikinci turist. İkinci turist də bu 24 kilometri hansı sürətlə getməlidir ki, birincidən tez çatsın? Sözsüz ki, x sürətlə gedəcək, düzdürmü? 24 bölü x saata gedəcək, gəlib çıxmalıdır da, bu düzdür, 24 bölü x saata. Digər isə neçə saata gedəcək? 16 kilometr yolu qalıb, saatda da 4 kilometrlə gedir. 16 bölü 4 ilə gedir. Elə bir ki, 16 bölü 4 saat. Yəni, bu qədər saat, yəni 4 saata gedəcək. Bunun getdiyi vaxt, gərək bunun getdiyi vaxtdan çox olsun ki, bu ikinci, birincidən tez çata bilsin. 16-nı bölürəm 4-ə 4. 24 bölünsün x böyük olur 4-dən. Hər tərəfi məsələn x-ə vurub edə bilərik, amma bu biraz 9-un bərabəsinə uyğun gəlir. Gəl belə edək. Hər tərəf bölürəm 4-ə. Bunu da bölürəm 4-ə. Bunu da bölürəm 4-ə. Olur 6 böl x böyük olur 1-dən. 6-nı gərək 6-dan kiçik ədədə bölək ki, cavab 1-dən böyük olsun. Deməli, olacaq x olacaq 6-dan kiçik. Deməli, bu 24 böl x saata gedəcək. Birinci. Yəni, bölürəm sürətinə də. Ay, üzrü sayın. Bu birisi isə 16 kilometr yolu qalıb, saatda 4 kilometr gedir. Saatda 4 kilometrdən 16 böl 4, 4 saata gedəcək. İndi bu gərək bundan tez çata. Tez çatması üçün gərək bundan az vaxt sərf eləyə. Yəni ikinci, birincidən az vaxt sərf eləyə. 24 böl x kiçik olur nədən? 16 böl 4, 4-dən. Gəlin hər tərəfə 4-ə bölək. Bunu 9-un üstündən yazmayaq, 8-in üstündən yazaq. Bunu bölürəm 4-ə eləyir 1. 24-ü bölürəm 4-ə eləyir 6 bölünsün x. İndi biz 6 böl x gərək düzgün kəsir olsun ki, cavab 1-dən kiçik olsun. 6-nı gərək 6-dan böyük ədədə bölək ki, cavab nə olsun? 1-dən kiçik olsun. Buradan da alır x böyükdür 6-dan. Deməli, turistin sürəti böyük olmalıdır saatda 6 kilometrdən. İkinci turistin sürəti. Nömrə 23-ə baxaq. Demək, 16 dənə şagirddir. Bunların mükafatlandırmaq üçün şəkilli kitab, və rəsm albomları alındı. Şəkilli kitab 1 manat 50 qəpik, yəni 1,5 manata. Rəsm albomu 80 qəpik, yəni 0,8 manata. Neçə şəkilli kitab almaq lazımdır ki, alınan hədiyyələrin dəyəri 17 manatdan çox olmasın. Deməli, burada həm şəkilli kitab alırlar, həm rəsm. Bu dəyər
Bunlara verilən pul 17 manatdan çox olmasın. Yəni kiçik bərabər 17 olsun. Ya 17-yə bərabər olsun, ya da 17-dən kiçik olsun. İkisinin cəmi 16-dır. Bunların cəmi 16 dənədir. Məsələn, şəkilli kitabı soruşursa onu x-lə işarələsəm, o zaman rəsm sayı olacaq 16 çıx x. X-in qiyməti, x dənə şəkilli kitabı 1,5 manatdan hesablayırıq. 1,5 vur x. Bunun da qiymətini 0,8 manatdan hesablayırıq. Üstə gəl 0,8 vur 16 çıx x. Bu bərabərliyi həll edək. Hər tərəf 10-a da vurub işimizi rahatlaşdıra bilərik. Belə yazıq geçsin də hələlik. 1,5 x üstə gəl 0,8 16-ya vuranda 12,8 çıx 0,8 x-ə vururam 0,8 x kiçik bərabər 17. Bu ədəddən, bu ifadədən bunu çıxanda olur 0,7 x kiçik bərabər 12,8 digər tərəfə keçirdək. 17-dən çıxıram 12,8-i elə 17,0-dan çıxıram da bunu. 10-dan 8, 2, 6-dan da 2 çıxıram 4. X kiçik bərabər. Hər tərəfi rahat 10-a vururam. Sonra bölüm. 10-a vuranda bu 7 olur. Bu da olur 42. Olur 42 bölü 7. X kiçik bərabər olur 6-dan. Demək, bunun cavabı oldu 6-dan çox olmayaraq. 6 dənə də ola bilər, 6-dan az da ola bilər. Sonra keçək 24-ə. Rəşad mobil telefon danışıqları üçün ayda 10 manat. 10 manat. Və əlavə hər dəqiqə üçün 0,2 manat ödəməlidir. X dəqiqə üçün 0,2 vur x olacaq. O bu ay xidmət haqqının 25 manatı keçirməsinə çalışır. Yəni ya 25-dən kiçik olmalıdır, ya da 25-ə bərabər olmalıdır. 25-i keçməsin. Bunun üçün Rəşad ən çox neçə dəqiqə danışmalıdır? Bunu həll edək. Hər tərəfdən 10 çıxıram. İndi manat sözü çalışmada yazmazlar. Elə yazdıq. Çıxıram 10-u. 0,2 x kiçik bərabər 15 manat. İndi hər tərəf bölürəm, ya %2-yə bölürəm, ya da elə hər tərəfi 100-ə vurum da rahat olsun. Bu olur 2x 1500. Hər tərəfi 2-yə bölürəm, yəni 1500-ü bölürəm 2-yə 750. Demək, ən çox 750 dəqiqə danışa bilər. Bu da belə. 25-ci çalışmada, məsələn 19-cu çalışmanın oxşardır. O formada məsələn qura bilərik. Yəni, dolu çantanın kütləsi onu daşıyan insan kütləsinin 3 dəfə az olmalıdır. Təsəvvür edin ki, sizin kütləniz 30 kiloqramdır. Boş çanta isə 6 kiloqramdır. Siz çantaya ən çoxu neçə kiloqram yük yığa bilərsiniz? Demək, yenə bu boş çantanın kütləsi, bu da çantaya yığılan yükün kütləsi olur. Vəssalam, çantaya yığılan yüklə boş çantanın kütləsi bir yerdə olur axı. 3-ə vuranda sizin çəkinizdən az və ya ona bərabər etməlidir. Vəssalam, həlli bu cürdür. Baxaq indi bunun B bəndinə. Demək, bu çalışmanın B bəndinə baxaq, 25-in B bəndi. Buna aid bir dənə məsələni qurdum. Xəttim biraz qələmlə, marker deyirəm. Planşet qələmi ilə biraz narahatdır. Baxın. Demək, kəndlinin 3 inəyi var. Qışda inəkləri yemləmək üçün ən azı 350 bağlama ot lazımdır. Ona görə ən azı 350, yəni 350 və ya ondan çox. Ambarda 6 bağlama ot olduğu məlumdursa, qışda inəkləri yemləmək üçün hər inəyə ən azı neçə bağlama ot lazımdır? Vəssalam.
6 dənə var, düzdürmü? 3 dənə də inəkdir. İnəyin də sayını x götürdüm. İnəyin sayını deyirəm. 3 dənə inəkdir, inəyin sayını 3 götürdüm. Nə qədər ot lazımdırsa, onun sayında hər inək üçün x bağlama ot lazımdır. Və 6 bağlamanın üzərinə gələndə inəyə lazım olan otların sayı ən azı 350 olmalıdır. Yəni 350-dən böyük bərabər. Bunu həll edək. Olur 3x böyük bərabər 350 çıx 6 3x böyük bərabər 344. 344 də burada 3-ə böləcəyik. 344 3-ə böləndə 113,3 bağlama. Hər inəyə ən azı bu qədər bağlama ot lazım olacaq. Əssalam. Y bərabərdir -3/1 x funksiyası verilmişdir. A bəndi x-in hansı qiymətində y bərabər 0 olur? Y, yəni bu ifadə 0-a bərabər yazıram. -3/1 x bərabər 0. Yəni bu ifadəni yazıram elə bir y-in yerinə. Aydın məsələdə x bərabər 0 olur. Çünki -3/1-i 0-a vuranda cavab 0 edir. Şimdi baxaq B bəndi. Y böyük 0. Yəni bu ifadə böyük 0-dan. -3/1 x böyük 0. Hər tərəfi -3-ə vursam, bax -3 vur. Bu ifadəni vururam -3-ə. Olur müsbət x. Hər tərəf mənfiyə varanda işarə dəyişir. İndi belə yazaq da biraz. Elə yazaq ki, tam düz olsun. -3/1 x-i vururuq -3-ə. 0-ı vururuq -3-ə. Ortada işarə, yəni böyük işarəsi də dəyişir, olur kiçik. X kiçik olur 0-dan. Mənfi sonsuzluqdan 0-a. X-in 0-dan kiçik qiymətlərində. C bəndinə y kiçik 0-a baxaq. Yəni -3/1 x kiçikdir 0-dan. Hər tərəfi yenə -3-ə vursaq, x bu işarədə dəyişəcək, olacaq böyük olacaq nədən? 0-dan. Nömrə 27-yə baxaq. Demək, x-in hansı qiymətlərində y bərabər 3x çıx 15 ifadəsi A bəndinin müsbət qiymət alır. Yəni müsbət o deməkdir ki, 3x çıx 15 0-dan böyük olur. B bəndində isə mənfi qiymət alır. 3x çıx 15 kiçik 0 alır. Bunu həll edək. 3x böyük olur. Nədən? 15-i digər tərəfə keçirdik. Olur 15. İndi 15-i də bölürəm 3-ə. X böyük olur 15/3. X böyük olur 5-dən. Məsələn, x-in 5-dən böyük qiymətləridir. Burada 3x kiçik olur 15-dən. 15-i 3-ə bölürəm. X kiçik olur 5-dən. Deməli, x-in 5-dən kiçik qiymətlərində. Dəyişən hansı qiymətlərində ifadənin mənası var? Kökaltı ifadənin birliyi o vaxt mənası var ki, gərək 0-dan böyük bərabər ola. Məsələn, buradan alınır 2x böyük bərabər 7 keçir digər tərəfə olur. Müsbət 7, x böyük bərabər olur. Hər tərəfi 2-yə bölərəm, olur 3,5. Məsələn, B bəndinə baxaq. 6 çıx 2x düzdürmü? 6 çıx 2x gərək 0-dan böyük bərabər olur. Ki, kökaltının mənası olan. Buradan -2x böyük bərabər olur. 6 keçir digər tərəf olur -6. Hər tərəfi -2-yə böləndə x ortada işarə dəyişir. Kiçik bərabər 3. Məsələn, bu olur sonsuzdan 3-ə. Bu olur 3,5-dən müsbət sonsuzluğa. Yox, belə. C bəndinə də baxaq. Bu bölmə bitsin. 3/2 x üstəgəl 1. Deməli, 3/2 x üstəgəl 1 nə olmalıdır? 0-dan böyük bərabər olmalıdır.
1'i keçirdək digər tərəfə olur. 3-2 x böyük bərabərdir -1. Hər tərəfi 3'ə vururam. 3 vur, 3 vur. 3'lər getdi. 2x böyük bərabər -3. Hər tərəfi 2'yə böləndə x kiçik bərabər -1,5. Vəssalam. Deməli, -1,5-dən kiçik və ona bərabər qiymətlərdə bu ifadənin mənası var. Hələlik bu qədər əziz balalar. Videoyu başa düşürsünüzsə, rahat anlayırsınızsa, çalışın. Başqaları da bundan faydalansın. Abunə olmağı da unutmayın. Sağ olun, Allah'a əmanət.